Müsahibə mərhələsi zamanı namizədlərə ünvanlandırılan suallardan biri də məhz budur. Vətəndaşların müraciətləri haqqında Azərbaycan Respublikasının qanunu və bu qanun müvafiq maddəsindən irəli gələn hansı vətəndaş müraciətlərində prokurorluq orqanlarının fəaliyyətinə aid olan müddəa vardır? Cavab. Vətəndaşların müraciətləri haqqında Azərbaycan Respublikası qanununun 12.6-cı maddəsində qeyd olunur ki, dövlət orqanı və ya onun vəzifəli şəxsinin qanuna zidd hərəkət və hərəkətsizlik nəticəsində prokurorluq orqanlarından daxil olmuş müraciət bu qanuna və prokurorluq haqqında Azərbaycan Respublikasının qanununa uyğun olaraq baxılır. Eyni zamanda aidiyyatı sahədə fəaliyyət göstərən orqan, yəni müvafiq prokurorluq orqanı bu qanunun və prokurorluq haqqında qanunun tələblərindən irəli gələn müddət ərzində əgər müraciət həmin orqanın səlahiyyətlərinə aid deyilsə, 5 iş günü ərzində vətəndaşın müraciətini ona geri qaytarır. Əgər müvafiq bir dövlət orqanı vətəndaşın ona ünvanlandırdığı müraciəti başqa bir dövlət orqanına bildirirsə, bu orqan həmin dövlət orqanının xahişi ilə müraciətə baxılmasının əsasları haqqında və nəticəsi haqqında dövlət orqanını məlumatlandırmalıdır. Azərbaycan Respublikasının baş prokuroru 6 ayda bir dəfədən az olmayaraq bu məlumatları kompleksləşdirir, təhlil edir və müvafiq icra hakimiyyəti orqanına hesabat verir.